Salam əziz şagirdlər. Deməli, söz birləşmələri mövzusu nədir? Nə olan şeydir? Onu izah eləməyə çalışacağım. Deməli, göründüyü kimi burada yazmışam, sözlərin məna və qrammatik cəhətdən bir-biri ilə əlaqələnməsidir. Bu əlaqələnmək nədir? Deməli, məna cəhətdən əlaqələnmək odur ki, deyək ki, dağın zirvəsi. Bax, burada qrammatik cəhətdən odur ki, dağın sözündə yəlik al, zirvəsi sözündə mənsub et şəkilçisi bir-birini tamamlayıbdır. Onun zirvəsi üçüncü şəxsin təkidir. Bu, deyək ki, qrammatik cəhətdən əlaqələnməsidir. Məna cəhətdən əlaqələnmək odur ki, dağda zirvə olar. Məsəl üçün, biz deyə bilərikmi ki, dağın qapısı? Yox, deyə bilməyəcəyik. Çünki elə bir şey yoxdur. Yəni, məna cəhətdən əlaqələnmək budur ki, sözlər bir-birini tam olaraq tutsun. Bir-biri ilə məna cəhətdən uyğunlaşa bilsin. Məsəl üçün, kəndin nəyi var? Kəndin yolu var, kəndin məktəbi var. Düzdürmü? Kəndin üzü deyə bilərikmi? Xeyr, burada artıq gedəcək öz işinə. Bu sözlərin məna və qrammatik cəhətdən əlaqələnməsidir. İndi keçirik söz birləşmələrinin quruluşuna görə növü. Söz birləşmələri quruluşuna görə iki cür olur. Deməli, var sadə söz birləşmələri, bir də mürəkkəb söz birləşmələri. Sadə söz birləşmələri odur ki, yəni ümumiyyətlə söz birləşmələrdə, cümlə üzvlərdə quruluşuna görə sadəcə sadə və mürəkkəb olur. Sadə birləşmələr minimumda, maksimumda iki sözdən ibarət olur. Necə sözdən? Müstəqil sözdən. Müstəqil söz nədir? Həm leksik mənası var, həm qrammatik mənası var. Mürəkkəb söz birləşməsi isə minimum 3 müstəqil sözdən ibarətdir. Minimum 3 müstəqil söz. İndi baxaq uşaqlar, burada ən çox qarışdırdığımız məsələ nədir? Məsəl üçün, deyirik ki, uca dağ. Deyək ki, uca dağ. Burada görürük bir söz, iki söz. Və yaxud da burada yuxarıda bayaq dediyimiz kimi dağın zirvəsi, iki söz. Evə getmək. Bu olacaq məsdər tərkibi, ev və getmək sözü olacaq iki söz. Olsaydı ki, evə tərəf getmək. Bax, bu məsələ uşaqları çox, belə deyək də, çətinə salır. Burada iki dənə müstəqil söz var. Biri evdir, biri getməkdir. Tərəf nədir? Qoşma. Qoşmanın leksik mənası olmadığı üçün bu söz birləşməsi sadə birləşmə sayılmış olacaq. Və yaxud da ən ağıllı şagird birləşməsində də yenə sadə birləşmə olacaq. Niyə görə? Çünki ən ədatdır. Burada bir leksik mənası olmadığı üçün söz birləşməsində bir işə yaramır. Müstəqil isə, deyək ki, müstəqildə necə olmuş olacaq? Ölkənin ən uca dağı. Baxın, ölkə, uca, dağ. Evə getmək var idi. Evə tərəf sürətlə getmək. Bax, bu isə artıq mürəkkəb söz birləşməsi olacaq. Sürətlə getmək, ev. 3 dənə minimum söz olmuş oldu. Sonra şagirdlər, söz birləşməsində tərəflər var. Söz birləşməsinin bəllidir ki, birinci tərəf və ikinci tərəf anlayışı var. İndi birinci tərəf deyəndə həmişə birinci ağlımızda bizim əsas kimi qalmış olur da. Önəmli şeylər birincidir. Amma burada fərqlidir ki, qarışdırmamaq lazımdır ki, ikinci tərəf əsas tərəfdir. Birinci tərəf nə sayılır? Asılı tərəf sayılır. Asılı olduğu üçün birinci tərəf tabe tərəfdir. Əsas olduğu üçün birinci tərəf özünə tabe eləyir və tabe edici tərəf sayılmış olur. Bu öz yerində. İndi, bax, bu ikinci tərəfin, yəni əsas tərəfin ifadə vasitəsinə görə söz birləşmələrin növü olur. Əsas tərəfin ifadə vasitəsinə görə söz birləşmələri iki yerə bölünür. Əsas tərəfin ifadə vasitəsinə görə. Bir, ismi birləşmələr, bir də feili birləşmələr. İsmi birləşmələr nədir? Əsas tərəfi adlarla ifadə olunur. Ad deyəndə bunu da bəzən şagirdlər qarışdırır. Əsas tərəfdə zərf gələndə, sifət gələndə deyir, bəs bu necə birləşmə olacaq? Adlar deyəndə
feil xaric digər hamısı nəzərdə tutulmuş olur. Yəni məsəl üçün deyək ki, yaxşıların yaxşısı nə ilə ifadə olundu? Sifətlə. Evin içərisi nə ilə ifadə olundu? Zərflə. Yaşıl çəmənlik. Nə oldu? Əsas tərəfi isimlə ifadə olundu. Bizim hamımız nə oldu? Əvəzlik. Əvəzlik. Və yaxud da bir dənəsində deyirik uşaqların çoxu. Burada da nə oldu? Sayla ifadə olundu. Gördüyümüz kimi sifət, zərf, isim, əvəzlik, say. Bunlar hamısı ad sayılır və bunların hamısı necə birləşmə sayılacaq? İsmi birləşmə sayılmış olacaq. Feili birləşmələr isə əsas tərəfi nə ilə ifadə olunacaq? Məsdər, feili sifət və feili bağlama ilə ifadə olunacaq. Biz bunları harda görmüşük, harda öyrənmişik əslində? Feili birləşmələr sayılır tərkiblər. Tərkibləri təbii ki, öyrənmişik harda? Feilin təsriflənməyən formalarını keçəndə. Məsdər ətrafına yığdığı sözlərlə məsdər tərkibi, feili sifət tərkibi, bağlama isə feili bağlama tərkibi olunmuş olur cümlədə və bunlar təhlil zamanı heç vaxt parçalanmır. İndi ismi birləşməni izah edək, sonra keçək feili birləşmədən də bir-iki dənə nümunə verək. İsmi birləşmələr yeni qaydada birinci növ, ikinci növ falan soruşulmur. Sadəcə təhlil zamanı hansı cümlə üzvü nə ilə ifadə olunubdur, hansı cümlə üzvü parçalanır, parçalanmır söz birləşməsindən ifadə olunduqda ona görə bizə ismi birləşmələrin növləri də ehtiyacdır, lazımdır. Əslində ismi birləşmələr iki yerə bölünür. Bir, təyini növ ismi birləşmələr, bir də qeyri-təyin ismi birləşmələr. Təyinlərdən başlayaq. Təyinlər bölünür 3 yerə. Birinci növ təyini söz birləşməsi, ikinci növ təyini söz birləşməsi və üçüncü növ təyini söz birləşmələri. Birinci növdə nə var? Birinci növdə tərəflər arasında heç birində hal və mənsubiyyət şəkilçisi olmamalıdır. Yəni, sözün birbaşa özündə. 1T0, 2T0 olacaq. Yəni, bu nə deməkdir? Deyək ki, uca dağ. Uca dağda görürük ki, nə burada hal və mənsubiyyət yoxdur, nə də burada yoxdur. Yəni, burada mənsubiyyətin gərəkməsi üçün burada hər hansı bir hal şəkilçisi olmayacaq. Uca dağ. Və birinci növ təyini söz birləşməsi cümlədə təhlil zamanı parçalanır və asılı tərəfi həmişə nə olmuş olur? Təyin olmuş olur. Məsəl üçün deyirəm ki, şirin, qoğal, xoşuma gəldi. Xoşuma gəldi, nə? Qoğal. Necə qoğal? Şirin qoğal. Bax, gördüyümüz kimi burada asılı tərəf, əsas tərəf nə olursa olsun fərqi yoxdur. Asılı tərəf təyin olmuş olur. Və yaxud da deyirəm ki, çalışqan şagirdləri mükafatlandırdım. Mükafatlandırdım kimi şagirdləri? Hansı şagirdləri? Çalışqan. Bax, gördükmü? Bu birinci növ təyini söz birləşməsidir. Birinci növ. Və bu birinci növdə əsas tərəf cümlədə nə oldu? Tamamlıq oldu. Amma asılı tərəf çalışqan sözü yenə də təyin olmuş oldu. Burada diqqətli olmaq lazımdır. Və asılı tərəf feili sifətlə də ifadə oluna bilir. Məsələn, çalışqan şagirdlər olmaz. Nə olar? Çalışan şagirdlər ola bilər. Yəni, bu da sizi qarışdırmasın. Bəzən asılı tərəfdə feili sifət görəndə uşaqlar həmən bunu götürürlər. Vəssalam, mənim feili sifət tərkibidir və yaxud da feili birləşmədir. Burada diqqətli olmaq lazımdır. İndi, birinci növ biz bildik ki, cümlədə təhlil zamanı parçalanır. Amma təhlil zamanı parçalanmayan birinci növlər də var. Hansılar var? Məsəl üçün, hər tərəf, hər yer, hər yan, orta əsrlər, qədim dövrlər, keçmiş zamanlar, keçmiş vaxtlar və s. və s. Bu kimi ifadələr cümlədə həmişə parçalanmadan bütöv təhlil olunur. Məsəl üçün, hər tərəf
qarla örtüldü. Bax, örtüldü. Hara? Hər tərəf. Nə ilə? Qarla. Yəni bu formada hər tərəf nə olacaq? Bütöv olacaq, ya hər yan olacaq. Və yaxud da qədim dövrlər işlənərsə, o da bütöv şəkildə bir cümlə üzvü kimi götürülmüş, təhlil olunmuş olacaq. Burada diqqətli olacağımız başqa bir istisna durum deyim uşaqlar sizə. Ayrı yazılan hərlə olan bəzi zərflər var. Hər andı, hər gün, hər vaxt, hər il, hər ay və s. kimi. Bunlar birinci növ yox, mürəkkəb zərf sayılacaqlar. Buna diqqət eləmək lazımdır. Belə, keçirik ikinci növ təyini söz birləşməsinə. İkinci növdə nə var uşaqlar? İkinci növ 1T0, 2T mənsubiyyət. Yəni, birinci tərəfdə hal şəkilçisi yoxdur, amma ikinci tərəfdə mənsubiyyət var. Bu nədir? Bu, birinci tərəfi qeyri-müəyyən yəlik halda olan söz olacaq. Məsəl üçün deyirəm, kənd yolu. Bax, gördünüzmü? Kəndin yolu, qeyri-müəyyən yəlik hal. Dağ havası. Gördünüzmü? Ana laylası. Ananın laylası. Bax, bu kimi ifadələrdir ki, bunlar nə olur? İkinci növ təyini söz birləşməsi sayılırlar. Üçüncü növ bundan çox da fərqli deyil. Üçüncü növdə artıq öz şəkilçisi birinci tərəfdə yerində yazılır. Birinci tərəf yəli, ikinci tərəf mənsubiyyətlə işlənir. Kənd yolunu üçüncü növə çevirəndə necə eləyəcəyik? Kəndin yolu, dağın havası, ananın laylası. Bax, bu formada olacaq üçüncü növ. İndi, İkinci və üçüncü növ təyini söz birləşmələrinin ortaq cəhəti odur ki, hər ikisi cümlədə təhlil zamanı nə eləmir? Parçalanmır. Bu mütləqdir, yadda qalsın. İndi bunların fərqli cəhəti nədir? Fərqli cəhəti odur ki, ikinci növün tərəfləri arasına söz artıra bilmirik. Kənd yolu asfaltlanmışdı. Nə? Kənd yolu. Bax, bu cümlədə parçalanmadan mübtəda olmuş oldu. Bir də deyək ki, kəndin yolu asfaltlanmışdı. Bu da bütövlükdə mübtəda oldu. Amma bunun tərəfləri arasında söz artırmaq olmur. Amma kəndin dağılmış və sel yumuş yolu asfaltlanmışdı. Nə oldu? Artıq burada kəndin yolu sözləri arasında nə qədər söz artırılacaqsa, bunlar hamısı üçüncü növün daxili üzvü sayılır və təhlil zamanı başqa heç bir şey götürülmür. Asfaltlanmışdı nə? Kəndin dağılmış və sel yumuş yolu. Hamısı birlikdə nə olmuş olacaq? Cümlənin mübtədası olacaq. Və yaxud da kitabın vərəqi. Bax, kitabın vərəqi üçüncü növdürsə, kitabın vərəqi cırılmışdı. Kitabın əzilmiş, pis günə düşmüş və solmuş vərəqi. Hamısı bunun içərisində getsə belə, təhlil zamanı heç bir işə yaramır. Bunun daxili üzvü kimi götürülmüş olur. Bu da yadımızdan çıxmasın. Əslində bu söz birləşmələri niyə bizə lazımdır? Belə hal-hazırda söz birləşmələrinin içərisində hansı birinci növ, hansı üçüncü növ kimi soruşulmasa da, biz bilməliyik ki, təhlil zamanı birinci növ parçalanır, 2 ilə 3 parçalanmır. Çünki bizə cümlə təhlilində bunlar çox lazım olur. Cümlə təhlilində uşaqlar söz birləşməsi parçalanmır deyəsi olsaq, siz birinci növdə, üçüncü növdə götürəcəksiniz və bütöv cümlə üzvü kimi iştirak elətdirəcəksiniz. Amma bizə lazımdır ki, hansı parçalanacaq, hansı parçalanmayacaq. Orada səhv eləməmək üçün görəcəksiniz ki, bu birinci növdür, bu parçalanmalıdır, əsas tərəf, asılı tərəf təyin götürülməlidir. Bu üçüncü növdür, parçalanmır, bütöv götürülməlidir. Buna artıq bizim ehtiyacımız var. İndi ikinci ilə üçüncü növün başqa bir fərqi də var ki, ikinci növün əsas tərəfi yalnız üçüncü şəxsin mənsubiyyətini qəbul edir. Amma üçüncü növdə hər üç şəxs ola bilir. Kəndin yolu üçüncü şəxsdir, sənin dəftərin ikinci şəxsdir, bizim kəndimiz birinci şəxsin cəmidir, mənim dəftərim birinci şəxsin təkidir. Yəni bu formada bütün şəxslərə görə mənsubiyyət şəkilçisini qəbul edib dəyişə bilir. Ondan sonra İkinci növdə təhlil zamanı parçalanma olmadığı kimi, ikinci tərəf yalnız üçüncü şəxsin mənsubiyyətini qəbul edir. Əlavədə nə olur? Hər iki tərəfi eyni anda cəmlənmir. İkinci növün hər iki tərəfi eyni anda cəmlənmir. Üçüncü növdən fərqli olaraq. Burada da istisnadır. Gənclər təşkilatları, məsəl üçün belə söz var.
Deyək ki, atalar sözləri var. İstisna haldır ki, burada hər iki tərəf cəmlənə bilir. Ya düzdür, bunlar bizə təhlil cümlədə testdə falan heç harda düşməyəcək artıq. Yəni bu proqramdan çıxarıldığı üçün bunlar da soruşmurlar. Sadəcə yadımızda qalmış olsun. Bir də istisna bir durum var. İstisna bir durum. Bəzi hallarda, məsəl üçün mənim oxumağımda baxırıq ki, ikinci tərəfdə məstər var. Amma bu üçüncü növün düsturuna uyğundur. Yəni bu mənsubiyyət qəbul edibdir. Bu da hal şəkilçisi var. Demək ki, bu da ismi birləşmə sayılacaq. İstisna bir vəziyyətdir. Yəni bu ismi birləşmə sayılır. Bir də bu var. Mənim bildiyim. Mənim bildiyim isə artıq budur. Dıq plus mənsubiyyət. Feili sifət üstə gələk mənsubiyyət şəkilçisi. Burada nə idi? Dıq plus mənsubiyyət feili sifət şəkilçilərin içərisində verilən idi. Bu umunun özünün xüsusiyyətidir. Bundan ayrılmır. Amma bu da 1T-yi 2T sisteminə, sxeminə uyğun olsa belə feili sifət nəyi sayılır? Tərkibi sayılır. Bunu qarışdırmamaq lazımdır. Bax, bu ismi birləşmədir. Mənim oxumağım ismidir. Amma bu feili birləşmədir. Bunu da unutmayaq. Və başqa bir istisna durum. Bəzi hallarda üçüncü növ parçalana bilir. Yəni bizim, sizin kimi sözlər üçüncü növün asılı tərəfində işlənəndə və ikinci tərəfdə mənsubiyyət artıranda bizim ev, sizin ev. Baxın, olsaydı ki, bizim evimiz yaxınlıqdadır. Yaxınlıqdadır nə? Bizim evimiz. Olacaqdı bütöv mübtəda. Amma bəzi hallarda bizim ev deyə keçir. Bizim ev yaxınlıqdadır. Bax, bu halda yaxınlıqdadır. Nə? Ev. Hansı ev? Bizim. İstisna hallardır ki, bu formada bizim və sizin sözləri cümlədə nə olur? Təyin olur. Bunu da yadımızdan çıxartmırıq. Sonra keçirik nəyə? Qeyri-təyin ismi birləşmələr. Uşaqlar, qeyri-təyin ismi birləşmələr də cümlədə təhlil zamanı parçalanmır. Və bunların asılı tərəfində digər hal şəkilçilər olur. Məsəl üçün, evdən uzaq. Evdən uzaq. Kəndə yol. Və yaxud da kənddən çıxış. Həmçinin ürəyi dərdli. Baxın, asılı tərəfdə nə var? Mənsubiyyət şəkilçisi var. Düzdürmü? Qəlbi yaralı. Kimi ifadələr? Yəni bunlarda da artıq diqqətli olacağıq ki, bunlar qeyri-təyin ism birləşmə sayılır və cümlədə bütöv şəkildə təhlil olunmuş olur, parçalanmır. Bu da qeyri-təyin ism birləşmələrdir. Yəni asılı tərəfində yönlük hal, çıxışlıq hal, yerlik hal şəkilçisini görəcəyik. Belə. İndi keçirik feili birləşmələrə. Feili birləşmələr dediyimiz kimi məstər tərkibləri, feili sifət tərkibləri və feili bağlama tərkibləri kimi yadımızda qalıbdır. Qalıbsa əgər. Belə, məsəl üçün, bir cümlədə rast gəldiyimiz maq şəkilçili söz varsa, ondan əvvəldəki bütün sözlərin hamısını birləşdirir özünə və tərkib əmələ gətirir. Məsəl üçün, deyək ki, dərsi yaxşı oxumaq şagirdin vəzifəsidir. Bax, şagirdin vəzifəsidir, bayaq keçdik. Üçüncü növ təyinli söz birləşməsi. Nə? Oxumaq deyə bilmərik təkcə. Niyə görə? Yaxşı oxumaq, dərsi oxumaq. Hər ikisi bundan əlaqələndiyi üçün bu birbaşa məstər tərkib olmuş olur. Əksəriyyət cümlədə, bir 90% cümlədə məstər, feili sifət və feili bağlama şəkilçilərindən əvvəldəki bütün sözlərin hamısı ona birləşir, onunla əlaqələnir və bütöv cümlə üzvü olur, parçalanmır. Məsəl üçün belə, feili sifət deyək ki, ağacdan yerə tökülən meyvələr əzildi. Əzildi nə? Meyvələr. Hansı meyvələr? Sadəcə tökülən meyvələr götürə bilmirik. Feili sifət şəkilçisi varsa, əvvəlindəki sözlərdə hamısını birləşdirir. Nə olur? Tərkib əmələ gətirir. Məsəl üçün, bir ifadə var. El yolunda can verənləri unutmuruq. Baxın, feili sifət isimləşdi və nə oldu? Kimi sualına cavab verdi? Baxın, kimi sualı. Amma
hamısı birlikdə olmuş olacaq. Kimi unutmuruq? El yolunda can verənləri deyərək tamamlıq meydana gətirmiş olur. Və mənim bildiklərim mənə bəs edir. Bax, bu cümlədə bəs edir kimə, mənə, nə? Mənim bildiklərim. Baxın, bayaqlarım dediyim məsələ. Üçüncü növün sxeminə uyğun olsa da, feili sifət tərkibi olmuş olacaq. Bu da öz yerində. İndi keçirik feili bağlama tərkiblərinə. Feili bağlamada da eyni ilə şəkilçilər. Məsəl üçün, anda şəkilçili söz varsa, bundan əvvəldəki bütün sözlər birləşdirir, feili bağlama tərkibi əmələ gətirir. Bu da olur feili birləşmə. Məsəl üçün, dərsə, qulaq asanda yuxum gəlir. Şagirdlərin ortaq nöqtəsi. Yuxum gəlir. Nə zaman? Dərsə qulaq asanda. Niyə hamısını birlikdə götürmüş olduq? Çünki feili bağlama şəkilçisi var. Burada diqqətli olmaq lazımdır. Feili birləşmələrdə problem olacaq məsələlər nədir? Bir frazoloji birləşmələrdir, bir də mürəkkəb feillərdir. Mürəkkəb feillər də ayrı yazıldığı üçün bizə biraz çaşdırıcı vəziyyət yarada bilər. Məsəl üçün, belə bir söz var, deyək ki, cümlənin əvvəlində yazırıq ki, dəvət etdiyi qonaqların çoxu gəlmədi. Gəlmədi kim? Qonaqların çoxu. Hansı qonaqların çoxu? Dəvət etdiyi. Bu feili sifət tərkibi kimi görünə bilir. Amma mürəkkəb feilləri keçəndə çox ciddi şəkildə diqqət eləmək lazımdır ki, bundan əvvəlki videolarda var. Mürəkkəb feillərin də videosunu çəkmişəm. İstəyən baxa bilər ora. Deməli, dəvət etmək nədir? Olmaq, etmək, eləmək feilləri birləşir isimlərə, adlara və bu formada mürəkkəb feil yaradır. Mürəkkəb feil nədir? Mürəkkəb feil adi sözdür. Söz. Söz isə tərkib sayılmayacaq. Bura diqqətli olmaq lazımdır, diqqət eləmək lazımdır. Olsaydı ki, dünəndən dəvət etdiyi qonaqların çoxu gəlmədi, artıq dəvət etmək bir söz, dünəndən bir söz, bu olacaqdı feili sifət tərkibi. Və yaxud da məsəl üçün, dost olanda da yaxşı dost olmaq lazımdır. Nə zaman? Dost olanda. Bax, dost olmaq mürəkkəb feil olduğu üçün bu adi bir söz sayılmış olacaq. Burada da artıq feili birləşmə məsələsi yoxdur. Burada da diqqətli olmaq lazımdır.